sizinlə joinləri izah etmək istəyirəm. Join əslində SQL-ın əsas mövzularından biridir və həqiqətən də real vəziyyətdə çox istifadə olunan, sorğuda, yəni çox istifadə olunan tiplərdən biridir. Ona görə də, yəni bu dərsə çox diqqətlə qulaq asın və ümid edirəm ki, sizə tam aydın şəkildə izah eləyə bilərəm. Ümumiyyətlə hər bir şey bu şəklin əsasında qurulur. Yəqin ki, məktəbdə Euler-Venn diaqramını keçmisizdə siz. Join nə zaman istifadə olunur? Belə deyək, 2 və yaxud daha artıq cədvəli siz bir-birinə birləşdirmək istifadə edirsinizsə, joinlərdən istifadə olunur. Tutaq ki, bu dairələr, deyək ki, bizim 2 dənə cədvəlimizdir, ayrı-ayrı cədvəllərdir. Biz left join nədir? Left join-ni necə istifadə edirik və left join edərkən hansı datanı alırıq? Left join biz istifadə edərkən bir left join-da olan dataların özünü alırıq və kəsişməsini, yəni right-la left-in kəsişməsini alırıq. Amma right-da, təkcə right-da olanların heç biri bura gəlmir left join-da. Right join-da tam onun əksinə, right-da olanlar gəlir və kəsişmələr gəlir, amma left-də olan, kəsişməsiz olan dataların heç biri gəlmir. Inner join nədir? Inner join isə bunun sırf kəsişməsini göstərir. Yəni, həm left-də, həm right-da olanların kəsişməsini göstərir. Full join isə hər bir şeyi göstərir. Həm left, həm right, həm də kəsişməni göstərir. Və əlavə olaraq biz cross join-ə baxacağıq, amma növbəti dərsdə cross join-i ayrıca izah eləyəcəm. İndi biz ümumi data görsəli olaraq baxaq biz nə etmək istəyirik. Mən tutaq ki, HR employees datamızda bu məlumatları əldə edə bilərəm. Ad, soyad, e-mail, hər bir şeyi əldə edə bilərəm, düzdür? Amma mən tutaq ki, bilmək istəyirəm ki, burada mənim departament ID-m var, düzdür? Amma mən bilmək istəyirəm ki, mənim departamentimin adı nədir? Mən təbii ki, select ulduz from HR employees cədvəlindən cədvəli ekstrakt eləsəm, sorğunu yazsam, run eləsəm, görəcəm ki, heç bir departament adı düşməyib. Mən bunun üçün nə etməliyəm? Mən bu ID-yə görə, departament ID-sinə görə bu departament ID-ni birləşdirməliyəm. Yəni mən baxmalıyam ki, mənim departament adım harda qeyd olunub. Görürük ki, burada yazıb department name, düzdür? Və biz bu zaman nə edirik? Bu 2 cədvəli deməli biz bir-birinə birləşdirməliyik ki, mən nə nəticəni alım? Departamentimin adını bilim ki, departamentim, tutaq ki, 50 nömrəli departamentin adı nədir? Çox rahatdır əslində. Sadəcə olaraq başa düşməlisiniz. Başa düşəndən sonra həqiqətən çox rahatdır. Və mən bu 4 nümunəni sırf bir dənə query üzərində sizə göstərəcəm. Gəlin baxaq. İndi tutaq ki, biz gəlirik bu hissəyə. Deməli, select ulduz from HR employees. Düzdür? Departamentimin nömrəsi qeyd olunub, amma heç bir adı yoxdur. Düzdür? İndi mən burada qeyd eləmək istəyirəm. Select ulduz from HR.departments cədvəlinə girmək istəyirəm. Baxmaq istəyirəm onun içində nələr var. Gəlin baxaq. Biz burada baxsaq görərik ki, 10-cu departamentin, tutaq ki, adı administration'dır, 20-ci departament marketingdir. Bu formada mən bilmək istəyirəm ki, tutaq ki, Ellen hansı departamentdə işləyir? Bunu necə tapmalıyam? Deməli, join-dən istifadə etməliyəm. Join-də istifadə edərkən join hansı formada yazılır? Gəlin ona baxaq. Deməli, yazırıq select. Bir-bir düzəliş eləyə-eləyə hər birini göstərəcəm. Tutaq ki, mənə lazım olan nədir? First name, adım görsənsin. Tutaq ki, hansı işçidirsə də. Last name, tutaq ki, department ID-si görsənsin. Və mənə görsənsin department name. Düzdür? Mənim istədiyim odur da. Department name. From HR.employees. Tutaq ki, birinci cədvəlim oldu HR.employees. Düzdür? Mən təbii ki, bunu run eləsəm, bu mənə error verəcək ki, mən department name-i hardan tapım? Ki, hardadır bu department name? Department name-imiz hardaydı? Department cədvəlimizin içində idi. Ona görə də biz nə edəcəyik? Biz bunların cədvəllərin adını uzun olmasın deyənə aliasdan istifadə edirik. Tutaq ki, yazırıq, mən bu cədvəlimin adı olsun HR. Düzdür? Gəlirəm, düşürəm aşağı sətrə ki, qarşılığı olmasın. Bu səfər mən birləşdirirəm join.
Baxın, heç bir şey yazmamışam. Inner join yazmamışam, left join yazmamışam. Sadəcə join yazmışam, düzdür? İndi mən deyəcəm o join hansı join-i işə salır əslində. Deməli yazdım join, düzdür? Və burada yazmalıyam hansı cədvəldən istifadə edirəmsə ilk növbədə onu. Hansı cədvəldən istifadə edirəm? Hansı join-ə birləşdirirəm? Hansı cədvələ? HR departments cədvəlinə, düzdür? Və mən bunu dep olaraq yazıram. Yəni bu hər bir şey yaza bilərsiniz. Aysun da yaza bilərsiniz. Məsələn, hər bir şey öz adınızda yaza bilərsiniz. Fərq eləməz. Yazıram bura dep. Və mən indi baxmalıyam ki, nəyin üzərində birləşdirirəm? Nəyinə nəyi birləşdirirəm? Bizim ortaq birləşdirəcəyimiz şey nədir? Biz burada görərik ki, bizim ortaq birləşdirəcəyimiz hər ikisində nə var? Department ID var. Onda deməli, mən bu 2 dənə departmenti bura birləşdirməliyəm, düzdür? Deməli, mənim birinci cədvəlimdəki department ID-m nə olur? HR.department ID. Department ID. Düzdür? İkinci cədvəlimdəki departmentim nə olur? Dep.department ID. Yəni, hər iki department ID-ni bu formada bərabər edirəm bir-birinə, birləşdirirəm. Və mən bunu run eləsəm, işləməyəcək. Səbəb nədir? Niyə işləmir? Çünki mən burada qeyd eləməmişəm, mən hansı department ID-ni burada istəyirəm. Mən bura qeyd edirəm HR.department ID. Və burada qeyd edirəm. Gəlin bunu run eləyək. Bu formada görsəndi. Mən istəsəm bura, məsələn, dep.department ID-də yazıb yaza bilərəm. Yəni bilə bilərəm ki, bu dep.department name-i buradan götürmüşəm. Yəni istəsəz yaza bilərsiniz, istəməsəz yaza bilmərsiniz. Bu formada yəni bizim kodumuz işləyir. Düzdür? Və siz görə bilərsiniz ki, tutaq ki, Jennifer administrationdadır, Michael marketinqdədir və s. Düşəndə aşağı biz görürük ki, bizim 106 dənə dəyərimiz var. 106 dənə dəyər ola bilər, düzdür. Amma biz hansı join-lə birləşdirdik? Biz inner join-lə birləşdirdik, düzdür? Inner join bizdə nə idi? Inner join bizdə, gəlin buradan baxaq. Inner join bizdə nəyi göstərdi? Kəsişmələri, düzdür? Axı mən kəsişmələri tutaq görmək istəmirəm. Bəlkə mən hamısını görmək istəyirəm və yaxud bəlkə mən sol tərəfdəkiləri görmək istəyirəm. Biz amma burada join yazdığımıza görə inner join-i göstərdi. Və yaxud burada istəyirsiniz lap join yazmayın, inner join yazın. Eyni şeyə çıxır. Yenə də burada run eləsək, gəlib görəcəyik ki, 106 dənə mənə sətir verdi, düzdür? Bu nə məntiqlə işləyir? Gəlin mən sizə onu izah edim. Tutaq ki, burada bizim dəyərimiz var. 1, 3, 4, 5, 7. Gəl sırayla yazım qarşı olmasın. 6, 7. Tutaq ki, mənim burada dəyərim var. 2, 3, 6, 9, 0. Tutaq ki, 5, 3 məsələn. Yox, daha doğrusu 3 yazmışdıq. 4 yazaq tutaq ki. Mənə bu kəsişməni verəcək sadəcə olaraq. Yəni ki, baxın, məndə 1 var, düzdür? Amma o birisi cədvəlimdə yoxdur ki. Onda mən onu atır qırağa, göstərmir. 2 varımdır, düzdür? 2 o birisi cədvəlimdə var. Deməli, 2-ni götürəcək. 3 var, 3 burada da var kəsişmə. 4 var, 4-ü də götürəcək. Amma baxın, 5. 5 də var, düzdür? 6 da var, 7. 7 var, 7 yoxdur. Deməli, atacaq qırağa, ancaq kəsişmələri göstərəcək mənə. Yəni, bu hər iki cədvəldə kəsişmədə nə varsa, bunları göstərir. Inner join-imiz bu idi. Left join nə edir? Left join isə soldakılara baxır, sağla kəsişməsini göstərir. Məsələn, tutaq ki, 2-nin qabağında 2 var, 2-ni göstərəcək. Amma 1-i də göstərəcək. Sadəcə olaraq 1-in qabağını 0 göstərəcək. Gəlin ona baxaq. Biz dedik ki, bizim burada 106 dənə sətrimiz oldu kəsişmələrdə, düzdür? Hər iki dənə ortaq 106 sətrimiz var. İndi gəlin burada yazaq left join. Mən yazdım left join. Görək nə olur? Bizim başımıza nə gəlir? Aha, baxırıq ki, 106 deyil, 107-dir. Niyə bəs mənə inner join-da onu verməmişdi? Çünki department ID-m yoxdur. Kimberly Grant-in department ID-si yox idi, 0 idi. Ona görə də 0 dəyər olduğuna görə mənə left join-də birləşdirmədi. Mənə bunu 0 dəyər olaraq qaytardı. Okeydir. Gəlin indi right-a baxaq. Right-da nə çıxır? Tam aydın olacaq sizə indi. Right-a baxsaq, biz görərik ki, burada 122 dənə dəyər çıxdı artıq. Bayaq 107 idi, indi 122 dənə dəyər çıxdı. Biz baxsaq görərik ki, buradakı nə qədər department name-lər varsa, heç birinin ID-si yoxdur. Ona görə də bu yazıq gedib çıxarda bilməyib. Burada da right join olduğuna görə right join nə edirdi?
Right join bizə sağdakılardan hamısını çıxardırdı və bunu da çıxardırdı. Və biz onu right olub olmamağını necə ayırd edirik? Çünki right join yazmışam, ikinci tərəfdə bunu yazmışam. Yəni ikinci mənim yəni department cədvəlində. Ona görə də right bu tərəf olur. Yəni bunun tərsinə də yazmaq olar təbii ki. Buna baxdıq. İndi mən baxmaq istəyirəm. Tutaq ki, bütün cədvəli istəyirəm də, blank, zad hamısını mənə versin. Mənim burada neçə dənə dəyərim var idi right yazanda? 122 dənə, düzdür? İndi mən istəyirəm hamısını mənə versin. Baxaq görək nə olacaq. Nə verəcək baş? Aha. Gördük ki, artıq 123 dənə oldu. Deməli, departmentsdəki o adı da yadımdan çıxdı. O bir dənəsi var idi, ha, departmentsi olmayan. O da gəldi düşdü artıq bura. Hamısı birləşib, baxın 0. Bir dəqiqə. Okay. Kimberly, baxın. Bu da bundan birləşdi. Deməli hamısı oldu bir yerdə 123 dənə. Bayaq right join-da 122 idi, düzdür? Left-də də 107 dənə idi, bir dənə artıq idi. Gəldi oldu birləşdi, hər biri 123 dənə oldu. Əsas deməli full outer join dəhşət çox istifadə olunmur, amma ilk növbədə sizdə təsvir yaransın deyənə cədvəliniz nə formadadır, nul dəyərləri görmək üçün full outer join istifadə edə bilərsiniz. Həqiqətən də çox yaxşı bir join növüdür. Mənim joinlərdən danışacaqlarım bu qədərdir. Ümid edirəm ki, yəni tam aydın oldu sizə. Və praktika lazımdır təbii ki, tam mükəmməl səviyyədə bilmək üçün, anlamaq üçün. Amma yəni ümumi join əslində çox asandır. Yəni sadəcə gözünüzün qabağına gətirməlisiniz və bu formada da işləyib query-ni düzgün formada yazmaq lazımdır. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.